Bir. İki. Yarı. 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 Just welcome ben hanım. Used to put adamım. Belediyeyle çıkmasak istiyoruz. Okey, başlayaq da. Bəs da, mən ciddi adamım. Herkes salam, her şeyden biraz da hoş gelmişsiniz. Bir, iki, üç. Yarı. Herkes salam, Mehmet ne? Mən Niliş. Her şeyden biraz da hoş gelmişsiniz. My baby Georgia, baby Georgia, can't take my... Şişi. 你好，こんにちは，さようなら。O bir dakika. Bugün aslında lunch menü yemeye gelmiştik. Prosto niye mikrofon var diye soruşmuyorum. Biraz daha maraqlı. Lunch menü yemeye gelmiştik. Prosto gəldiler ki lunch menü yoxdur. Biz o dəfə də getdik lunch menü O da yeməyə. getdik. Orada bizim səhvimiz idi, vaxtımız qurtarmışdı. Neyse bu yanda dediler ki yoktu. Ona göre ben bu miso supu yemek istedim. Bir tane akım var miso sup nasıl galiba bir şey yedim. Yarı. İstedim onu çek. İstedim onu çekeyim. Prosto alınmadı. Dediler yoktu lunch menü kırıldı. Ona göre de biz herimize bir noodle dedi. Bir tane de ortaya mandu dedi. Bizə lunch menü haramdır. Bu arada soruşmadı. Halaldır yoxsa? Ay ki. Sizcə bu halal? First China meal. First meal. Burada mənə şiddət uyur. Geldi. Mandu. Neydi bu? Mandu değil bence bu. Başka bir şey. Yarı. Yarı. İki kalıp. Gelmedi. Udon yoxuydu. Chicken normal. Ona dəyişdi Ama indi. adi chicken gətirəcək. Udonsuz chicken Ah, gətirəcək. damn bro. Ya. Yarı. Yarı. Stop it. Get some help. Son. Şükürlər olsun artıq hamısı gəldi. Yəni bunu yeyəcəm. Kameranın yerine koyacağım. Yarı. Evet. Bir de oyun oynayacaq bu arada. Now that I'm some puff. İçerik üreticisi oldum belə. Gecə yatmamışdı. Ha, Mənə gecə video, saat səs iki video video atırdı, atırdı. şey Eş, atırdı. nəysə atırdı. That you do. O da oradan buradan okuramış ama İbrahim Selikler. O ne diyordu? 3. Yarı. Yarı. Biz niye o şeyle yemirik? Adından da onu. Aa, doğrudan bizim chopstickimiz var. Mikrofon. Gözdə SMR. Kış. Oh. Ben bunu takıyorum. Yarı. No freedom. Fehmesen ne olur ki? Kalacak. Yox, yeyəcəm. Okay. First bite. Mamamın evdə elədiyi yeməklər oxşuyur. 15 manatımı qaytara bilərsiniz. 15 edir. Yok abi pis değil. Bu arada, neyse. Bundan kabab tamı yer. Yiyebilirim. Sağ ol. Biraz hızlandırılmış moda koyarsın. Şeydən. Qayaqım. Tapırmış qanı. Haqqında dedikləriniz. Dütləyərsən oraları. Dinleyeceğim bence. Mikrofonla yakın değil. Bu arada bu noodle değil bence. Noodle değil, bu şey dediyim də sən. Makaron. Makaron değil, berməşin. Yox, berməşin də deyil. Bunun adı neydi? Ama geçen adı. Okey. Biz malıq, su almamışıq. Mənə bu maraqlıdır. Görürsünüz, görmürlər. Bir makaron. İran bunu görmürse bu arada diyeyim. 1, 2, En 1. ahırda yiyeceğim onu. Sosu da var. Bu nerede? Soya sosu da o. Hə. Yiyesen şüpheli. O toyuğuna batırayım. Biraz boğazım gel, bana göre bir sesim gel. Ay uzun diye bir tane ona batır diye toyuğu. Kimi? Hə. Kime? Ay sən elə. Oo. Kiçik
bir temayı verəcəm. Tema dedilər, donatımı. Normalde ama British değilim. Mən o TikTokda şey videolar var, be cringe. Bir nə bilim nə. Mən o videolardan Hətta birini Instagramda Repost alan. repost alamış. Postalı. Postlamışam. Ondan sonra gaza gəlib cringe olmuşam. Mən də mən elə videoları ancaq görüb arxasını oxumuram. Mən bir cringe görürəm. Repostlayıram. 2020-də tanış olmuşduq da. Bu arada biz Məddə ilə həyatda hazırlaşmır. Həyatda tanışmamışıq. Həyatda tanışmışıq amma sosial mediada. Bəs ancaq səsimiz bizə də ağzımızın şappıldısı. Üzr istəyirik. Uyarı qoyarsan. Acı vaxtı izləməyin. Yemək yeyə izləyin. Bütün uyarıları qoyar. 4 il bundan əvvəl, yox 5 il, 2020. Ay Riski 8 il. 8. Dəqiqə mən 8 il yazmışdım axı videoda. 8 niyə? 2018-də tanışmışam. Neyse oxuya bilmirsiniz amma orada deyir ki, yəni şiddət. Mədnə. Kəş gərərdiniz. 7 il yazmışam. Hə, 7 niyə? 2019'da 2019, 2020, 2020. 2020 deyirəm. Keçən videomda sizdən danışmışam. Səndən elə ikimizi şeylə danışmışam. 2020 demişəm onda da. 2019 idi Mədnə. Nəysə, hansısa bir ağıldan girdim dən qrupa. O vaxtda daha çox fikir var dinlənirdi. Mənim ondan neçə yaşım vardı? 7 il bundan əvvəl. Mənim 11 yaşım oldu. Ya, 11 il. Mən də sirri basın töküm burada. Ay demə sizə yaşım. Mədnə bizə yaşını yalan demişdi. Mən də demişdi ki, məndən eyni yaşdadır və mən həmin il 11-ci sinif imtahanına hazırlaşırdım və Mədnəyə deyirdim ki, Mədnə imtahanı verə yaxşı olacaq. Nə bilirdim imtahan verim. Sonra bir gün Mədnə səs attı. Az qaldı uluyacaqdı o səs. O da ki, qrupdan balaca mən idi. Özümü narahat sayırdım. Sonra amma gördüm ki, Var balcalar. qrupdakı birinci səfər deyir ki, hə bir yerdə hazırlaşaq vəbşim. Bəlkə bir yerdə zəngləşə hazırlaşaq. Dedim indi bundan sonra söyləyim. Mən sizə bir il falan bayaq yalan dedim ha. Bir eləməli başda mənim 11-də oxuduğumu düşündülər. Görün mən kimlə dostlayım. Məcburuydum. O deyirəm. Birinci Sosial zaman mənə medyadan- gəlib demişdi. Birinci Səsini zaman yırtdı. sənə demişdim mən. Dedim ki, əgər sən nə demişdim? Yadımda da. Danışmayacaqsansa da danışma, eybi yox. Sən o vaxtdan kırırsan. Həmişə istəmişəm mikrofonu belə tutum danışım. Bula. Nəysə, sonra heç nə. Sonra getdim qrupda dedim. Qrupda Aydan demişdi ki, vəbşim sən qrupdan atılacaq atacaq. Travma. Ay, köhnə qrupumuzun darıxıram. Mən Çox zor vaxtlar idi. İndi hər şeyin dadı ölüb. Bir dənə boyun eksor qaldı. O vaxtdan bu yana ən çox nə dəyişib məndə? Sən də? Qotəzləndim. Səncə o vaxtdan bu yana ən çox nə dəyişib məndə? Sən də? Hə. Dəyişməmişəm məncə. Biz bölümdə elə belə. Belə. Burada böyüyüb dönsün. Hə, mən qrupda ən çox Mədnə ilə kafam uyuşub. Biz şey deyirik, oyunlar oynayırdıq. Məndə hələ videolarım var. Ayda. Onlar həqiqətən çox gözəl günlər idi də. Sonra Elvira ilə tanış olduq. Şirinin Qəddar anam. Şirinin başçılığı altında. Dırnaq arası qəddar anam ilə. Anam deyil bu arada, səhv bilməyin. Anam deyil, doğma. Mənə yaşıddır. Ayca böyük. Elvira həqiqətən mama kimidir də. Elvira qocalır. Sentyabr nədə əstəğfurullah. Yanvarda 22 yaşı olur. İlk görüşümüzdə bu arada mənim anam gəlmişdi. Görüm dayılar Saçımın saçım mavi idi özdə. saçımın göy olduğu vaxt lanet olur. Çox şey vaxtlar idi, yəni. Mən qorxurdum hətta anam desin ki, bu göy saçlı qız nədir? Mən bayağı doydum bu arada. Elə bilirdim doymayacağam. Mən də. Amma yeyirəm. Mən də. Eyni. Gələn dəfə də Bakıya gedərik. Hansı deyil. Bizə sponsorluq eləsəz gələrik.
Su istədik. Çox sağ olsunlar, gətirirlər. Narahat olmayın, sağ olun. Nəysə, başlayıram suallara. Bezdim yeməkdən. Mən yenə bundan gəlmişəm. Bununla bu hekayəsini danışıram. Onun əvvəli günlükdür. Mədnənin depressiv vaxtlarım. Ondan sonra necə podkasta çevrildi. Əslində sual yox, şeydir də. Mən heç oyunu. Bilirsən onu? Əlindən belə vaxtlayacaqsan. Hə. Eləmədim, heç birini eləməmişəm. Mən heç biri ilə görüşməmək üçün bəhanə tapmadım. Çox vaxt ya evdəkilərdən icazə almağa axot olmayıb. Bilmişəm ki, yox bizələr ona görə başdan şey eləmişəm. Ya da ki özümə axot olmayıb deyə görüşməmişəm. Sən səhv başa düşmə, Allah haqqı doğrudan Yo, yo, səninlə məndə görüşməmə də olur. səbəbim şey idim deyə. Məndən də bir dəfə görüşmədi deyə. Ay. Hə. Yo, məndə də olur. Hərdən də olur ki, adamın axot olmur, amma Ay sağ qırmamaq ol. üçün, Ay sağ ol. qırmamaq üçün bir şey deyəmirsən, görüşmək istəmirəm deyəmirsən. Hı. Ona görə bəzən bəhanə ya deyirəm ki, evdəkilər şey. Çox vaxt evdəkilər gəlib arada papa çox tez çıxanda şey deyir. Əslində çox da şeylər. İkinci. Avtobusda birinin telefonuna takılıb baxmamışam. Oh, I keep serpent. Ayda. Hələ O qədər. adamın gözü kayır yəni. Ona görə mən həmişə telefonla oynayanda eləyəndə YouTube-da boyun əksən videolarına baxıram. Avtobusda deyirəm ilk dəfə kişilər mənə baxacaq deyə. Bu qız nəyə baxır? Özüm də baxıram deyə hər. Mən amma adamın gözü kayır. axır vaxtlar çalışıram ki, baxmayım. Çünki mənim xoşuma gəlmir kimsə baxanda. Ona görə mən də xoşuma gəlməyən bir şey başqası eləmək istəmirəm. Mən də Akıllı çocuğum mən. Necə? Bəzən o qədər maraqlı şeyə baxırlar ki, Hə, yazışmalar yox, yazışmalar. oyun, şey oyunu oynayırlar, söz oyunu. Ona baxıram mən də. Yazışmalara okey, yazışmalara baxmaq üçün sən edirəm, belə eləyirəm ki, yəni mən baxmıram. Mən də, Allah mən də. haqqı. Amma belə videolar falan olanda baxmağım gəlir. Hətta kişinin oturub tök kinolarına baxırlar. Mən də oturub Bir zəhmət yəni kino. Eşrəfiyyəyə baxırdım birdən. Xal oturub ondan baxırdım ki. Əsasən də ayaq üstə olanda adamı sıxılır deyə. Hepsini yapmışım. Çoxun bu arada mən də eləmişəm. Hə. Üstə çıxmaq üçün səhv belə olsam çabalamamışam. Eləməyən Baxıram məncə ona. yoxdur. Hə də yəni. Sualı bir də ver. Üstə çıxmaq üçün səhv belə olsam çabalamamışam. Kiminsə belə nə deyirlər ona? Mən çox dirəşmirəm amma. Mən də dəhşət çox. Yarımçıq. Ən çox oğlan dostlarım. Dostlarımla yox. Padruqa, oğlan padruqalarımla. Çünki az deyirəm hamısına. Hə, onlarla ilişməyə xoşum gəlir. Belə mən dirəşməyi çox xoşlamıram deyə. Yarı yolda okey dirəşirəm, sonra deyirəm hə, Hə, tamam, bir sən sənə- deyən. Bırax. Heç kimləsə davaya girməmişəm. Yəni ciddi də dava, sözdür, saç baş falan. Mən girməmişəm. Girmişdim əmim qızı ilə. Yox da elə yox. Belə qan bağı olmayan. Mən də bacımla o belə girmişəm. Ay, yo. Yox deyəsən, bir dəqiqə. Uşaq vaxtı bağçada çox adam çırpmışam. Amma uşaq idim da, yəni başa Hə, yox, düşürsüz. uşaq vaxtı ola bilər, Böyüyəndə- yox, məndə olmayıb. Çox adamı çırpmaq istəmişəm amma yo, heç kimlə belə saçlı baş. Çox istəyirəm amma olmayıb. Hə, mən də çox istəyirəm. Həmişə xəyal dünyamda canlandırıram. Saçlı Çiməndə daha başlı çox. yox. Amma Söz sözlü dava şey eləmək bir istəyirəm. dənə hamının dərdli bir şey var. Deyir dava yerində söz yadıma düşmür. Gələndən sonra fikir, kaş bunu deyərdim bu Allah, söz. mən həmişə elə oluram. Gəlim evdə düşünürəm. Bir də sən nə düşünürəm? Delirmiş kimi. Axşam düşünürəm ki, hə, yəqin o sabah mənə nəsə deyəcək bu haqqda. Mən bunu deyəcəm, amma bu heç nə demir də. Yəni. Ay sən məndə də çox olur. Heç vecinə belə olmur da, yəni. Mikroblarım burada. Nəysə belə. Mən də elə davaya girməm. Burada səndə heç şey idi, məndə 3 idi. Hamısını şeylə, ay yo. 4 olmadı, davaya girməmişəm. Okay, səhviylə mağazada bir şeyə zərər verib, sonra heç nə olmamış kimi yerinə qoyub getməmişəm. Yo, olmuyor belə şey. Məndə də olmayıb. Bir sən Qorxdum, ən qorxduğum şeydir o. zərər deyəndə yerə salıb ay okey qoymuşam, yəni amma zərəri olmayıb. Yəni nəsə olmayıb o şey. Hə, elə belə adi məsələn Hə. sirap suyu zad düşüb, yəni sınlası bir şey olmayıb. Hə, olsa amma deyərəm məncə. Amma olsa Baxır da vəziyyətə. şey pulunu biz ödəmirik şey. Ona görə Okey. sapsındıra bilərik hə. Ödəmirik. Kamu spotu yapmayın öyle şeyler. Amma yox, bir dəfə deyəsən, hansısa bir geyimi geyinəndə onda nəsə deyəsən olmuşdu məndə. Məndə də o Yadımda deyil, elə bir şey ola bilər. Elə bir şey ola bilər yəni. Olub bəlkə də Marketdə fərqinə yox varmır. amma paltarla bağlı Mağazalardan, bəlkə. o da adamın özündə deyil ki günah.
paltarın özü keyfiyyətsiz olur Ha. deyə, ya da bəlkə məndən qabaq kim desəm. Eynən. Ödünç aldığım şeyi geri verməyi unutmamışam. Bu arada mənə neçəydi? Hə, indi 4 olacaq. Mən unutmamışam. Bir də əmim qızının şeyləri qalır məndə. Bağlayacaqsan. Hə, yox. Nəysə. Aşımıraq. Şeydir. Əmim qızının əşyaları məndə qalır. Demişəm, bəs məndə də deyir əşya qalsın, lazım olanda gətirərəm. Məsələn, amma belə başqasınınki sırazı şey eləyirəm. Mənim yadımdan çıxır. Bir dəfə neçənci sinifdəsə bir sinif yoldaşım mənə kitab vermişdi. O kitab itib amma. Yaralı yerim. Elvira, kitabımı qaytar. Kitabımı qaytar. Elə bir kitab idi, nağıl kitabı idi. Harry Potter'di mən. Oha. Evrə getən qaytardı da bizə. Hə, onda ev yox. 1 ildir. Oha. Ona görə mən nəsə almağa çəkinirəm. Aa. Biz götürərik. Çox sağ ol. Çay gətirdilər bizə. Çayımızla davam edək. Bunu niyə yemədik? Birazdan yərik, onsuz da burada. Yer yox soyuruq. çünki. Amma yenə ilk şey oldu ki, pulu sayırlarmış. Allah'a emanet danışım ama inşallah olmaz. Neyse. Video var burada. Heç sevmədiyim birinə sırf eyni ortamdasan deyə. Ha. Tamam öyle. Boy Next Door değil. Çin videolardı. Hə, okey. Evet, Təzədən deyəcəm deyəm. musiklərdi. Heç sevmədiyim birinə sırf eyni ortamda olduğum üçün dözmədim. Dözmədim. Əksinə dözürəm. Hə, yəni sual belədir, sən indi dözürəm deyirsən. Dözürəm. Hə, mən də. Mən özü heç bir şey olmamış kimi belə davranıram. Mən də. Yox, amma mən Yola səhv verməyə edirəm, heç çalışıram. nə olmamış kimi davranıram. Yəni necə heç nə olmamış kimi. Yəni yola Yola verirəm də verirsən, sırf o hə. həmin momentdə. Allah kahretsin bizə deyəsən videoya çay gətir. Nə? Yaşasın hər yerə bundan sonra videoda. Yəni görüm. Heç sevmədiyim birinə məsajlar Heç sevmədiyim birinin mesajına gec cavab vermək üçün bağışla görməmişəm demədim. Dedim. Mən məsələn o bir şey olur. Həmin moment lap belə dünyanın ən çox xətrini istədiyim biri olsun. Yazmaq istəmirsən, mesajı görürsən Çox amma anlayıram cavab vermir. yəni. Mən də. Mən özüm məsələn elədiyim şeyləri başqasında qınamıram. Mən Çünki də. özüm də eləyirəm. Məsələn onu çox adam eləyir. TikTok sayəsində öyrənmişəm ki, onu çox adam eləyir. Məncə Ya normal olur bir da, hə. şeydir. Yəni insan həmin moment o ruh halında olmaya bilər də. Məsələn, önəmli etsə zəng eləsə okeyəm yəni. Ay sağ ol, ay sağ ol. Sadəcə danışmaq üçünsə yəni. Bəlkə mənim xatam yoxdur. Məsələn ya da şey burada ümid edirəm izləyənlər ən çox da mənə Elvira ilə nə padrunqar var, onlar görüntü izləyirlər da. Məsələn görürəm, çox vaxt olur görmürəm də oradan gətirmirəm də. Amma çox vaxt arada bir olur ki, görürəm. Gətirmirəm ki, axotum olur. Gətirmir. Jump in the rover and come over. Tell your friends jump in the GM3. Götürmür yox, gətirmir. Məni doluyurlar gətir sözünə görə. Məsələn mən Gətirmir. Bakılıyam. Ne yapayım? Bakılıyam və mən hər şeyə gətir deyirəm. Mən götürlə gətirin fərqini bu 21 yaşımda öyrənmişəm. Də abartmayım, 20 yaşımda, 21 yaşım 1 ay bundan qabaq girmişəm. Hə. Çox əlaqəsizdir yəni. Götürlə də gətirmə. Götürən nəsə gətirirsən. Amma götürəndə gətirdiyini götürürsən. O yüzden çox qəşəng uyursallar. Dağımda deyəm, məndə də olubdu. Hərdən olub, hə, həqiqətən çox xatırlı istədiyimlərimə də yaşadım. İncitməmək üçün demişəm ki, görməmişəm. Hə, ay sağ ol, mən də. Mən ümumiyyətlə çox takıram. Sənin də şeyində görürəm məsələn onu, repostlarında. Hə, elə şey. Mədinənin repostlarına baxıram. Bütün repostlarında özümü görürəm. Mən çox repost eləyən birisi deyiləm, xoşlamıram çox repost eləməyi də. Mən ancaq full Hə. fikirlər basıram. Bütün keşfetim ancaq Mədinənin repostlarıdır. Hə, amma məsələn çox repostlayan biri olsam, eyni Mədinənin repostladıqlarını repostlayaram. Çox kafam uyuşur bu insanla. Hə, məsələn o da cümləm yadımdan çıxdı. Allah qəşəng bir şey deyəcəm. Təzəm fikirləşdə də olur. Gözə fikirləşirəm ha. Bilmirdim. Nədən söhbət gedirdi? Mədinənin B12. Hə, şey dedim. Məsələn kiminsə xətrinə dəymək falan çox takırıq. Ay kiminsə məsələn şeydə də danışırdım, nə privdə də danışırdım bu barədə. Hə. Mən də eləyəm ki, ayda biri inciməsin falan. Hə, ay sağ ol. Ki, o nə bilim onun xatirələrində pis biri kimi ümumiyyətlə mən kiminsə qəlbini qırmaqdan çox qorxuram. Bu dində də var da. Günahdır da kiminsə qəlbini qırmaq.
ondan ehtiyat edirəm, amma bir müddətdən sonra görürəm ki, özümü də pislər. Nə qədər cəmaət düşünürəm ki, ayda görəsən bu xəttini dəydim. Həm də görsən ki, o sənin qəlbini qırır. Heç vecinə də Hə, olmur. Ayşə, amma sən burada açıqlama şey edirsən ki, necə bu insanın qəlbi qırılmaz. Məncə bunu aşmalıyıq. Məncə də. Məncə bunu aşsaq hətta özgüvənimiz də artar. Aynen. Məncə özgüvənsizliyimdən falan da gəlir bu. Məncə də. Mən o bir insanları çox takıram. Mən də. Nə qədər deyirəm ki, yox mən takmıram falan takıram. Üzdə takmıram, üzdə elə göstərirəm. Hə, mən də vecmən deyil, hə, elə şey. Amma belə içinəcə sən bir də axırda bir şey deyən kimi vsyo, gecə boyunca Mən mən də. Ona görə də bu sənin dediyin var ha. Belə hamını düşünürəm deyə də çox tez sıxılıram mən insanlardan. O privdə danışıram. Mən bu arada privim ancaq şeydir də. Ancaq danışıram da belə şeylərdən. Ona görə tez sıxılıram həmin o insandan. O qədər ona altdan almışam ki, sıxılıram. Altdan almağım gəlmir deyə beynim onu algılamır da, yəni ona qarşı uzaq qalıram belə. Mən heç mağazada alarm çalanda təlaşlanıb qəribə hərəkətlər eləməmişəm, belə bir şey. heç vaxt çalmayıb mən mağazada olan. Mən çıxanda o alarmı dötdü, özü təzəliklə yaşamışam, yəni buna. Sən necə aparım özümü? Yəni Allah haqqı məndə deyil. Valla məndə deyil. Belə də bənzər. O da olur evdə sumkalar falan yoxlayırlar. Biraz narahat olam ki, görən o qədər uçmalar izləmişəm ki, kimsə sumkasını satıb gedirlər. Ona görə qorxuram. Çıxanda da sumkamı kontrol edirəm. Mən şeydən qorxuram. Qorxmuram, prosta şey eləyirəm. Məsələn, başqa mağazadan suyu almışam, sonra başqa mağazaya girirəm. Şey fikirləşirəm ki, görəsən kassada ödəməsəm şey deyəcəklər bu. Pisdən alıb pulunu ödəmir. ödəmir. Deyirəm ki, bəs mən bunu başqa yerdən almışam. Mən demirəm, amma həmişə onun fikrində oluram ki, görsə sən başa düşər. Mən heç Instagramda fake kassa açmamışam. Amma mən fake-imdən istifadə edirəm. Bir dənə fake hesabım var. Dünən əmim qızı da istəyirdim. Nəysə. Hamı o hesabdan qrup yoldaşımın qardaşına qədər o fake hesabdan istifadə olunub da yəni. Məndən başqa hamı istifadə edir. Mən istifadə eləmişəm. Yəqin crush'ımı takib atmışam, sonra bloklamışam. Elə. Mənim hesablarımda onsuz da adları fake oxşuyur deyə. Yo, öz hesabımdan baxıram. Hərdən də görünməmək üçün mənim privimdən var. Onsuz da adım bilinmir də, mənşəti bilinmir, o kimindir, nəyin. Oradan baxıram hərdən. Amma belə fake hesab sayılmır məncə. Nə qədər hesabım var? Çox hesabım var. Elə bir dənə köhnə hesabım var. 2 dənə orijinal hesab var. Biri köhnədir, biri təzədir. Bir padelkadır. O biriləri də fake-dir. Mən heç birinin bürcünə görə yargılamamışam. Əksizlər bürcü, xərçəng bürcü, bir də xərçəng bürcü. Ulan, xərçəng bürcəyəm özümdə. Yox, qızlar yox, səndən də yola gedirəm. Çay iç, üzülürəm, bir qurtum. Bir qurtum belə almamsa. Mən çox yargılamışam. Amma hamıyla yola gedirəm. Mən də. Əkizləri pis deyirəm, amma əkizlərlə yola gedirəm. Mən də. Atam əkizlərdir. Mənim də atam əkizlər, anam da əkizlərdir. Onların da ailə içi də yola getmək olur bir tərəfdən, amma məncə qıraq adama dözəmirəm. Mən heç vaxt sosial media kültürü köləsi olmuşam. Get Dubai şokoladı, çakma Dubai şokoladı yemişəm. Mən ortasındayam. Şeylər labı budur, mabı. Qəşəng olsa, deyirəm cəhənnəmə. Qəşəng deyil axı. Prosta biraz abartılıram. Bu ara bir şey var, bir şey çox adamın qabağında bir şey var, bir şey çox adam. Qabağına bir şey çox çıxanda adam ondan sıxılır. Almaq istəyəndə belə alası gəlmir. Məsələn, indi məsələn Dubai şokoladı çikolatı. Dubai şokoladı canım çəkməz. O qədər uje gəlmişsən. Bu arada yaxşısı mən yeməmişəm. 3-4 manata mamam Bir dənə yemişəm. Dubaydan gəlmişdi. Normal idi. Olsa yeyərəm. Amma olmasa da gedib pul verib almaram. Mən də. Bu biraz qəribə sualdır. Bunu niyə bilmirəm. Heç bəyənmədiyim birinə gözəlsən demədim. İltifat eləmədim. Nə mənada bəyən? Məsələn, xarakter olaraq bəyənib, prosta çox da gözəl bulmayıb, gözəl demişdiyim var. Bir də mən nəyə inanıram? İnsan tanıdıqca gözəlləşir ya da tanıdıqca çirkinləşir. Ona çox inanıram. Xarici görünüş məncə bəzən itir. Mənə qəşəngsən deyəndə çox da şey gəlir. Baxır kimin dediyinə məndə. Həqiqətən idolum olan biri desə, hə. Belə qalaram. Aha. Amma o da şey kimi deyir də. Yəni sən mənə çox qəşəng. Hə, mən sənə. Biraz elə olur o. Qərib bir şey. Özgüvənli olmaq lazımdır. Hə, özüm vəbşim sən deməsən mən qəşəngəm. Zaten insanı qəşəng eləyən onun aurasıdır. Eynən də, mən onu deyirəm, xasiyyəti. Ay, Şokdan deyim öyle. Bundan ye. Ayda bunu ver bu. Sən də gözlədiyim kimi deyil. sən sual vermə, cümlə qurma qabiliyyətim sıfırdır. Nəsə maraqlı bir şeydir, elədiyin sənin vəbşim.
Mən də bəyənməyə. Sual ver, mən imkan vermə. Sən aramızdan səbirli kimdir? Sənlə bizim. Yox, məndən sinin. Sənsən. Məncə heç birimiz deyilik Mən heç Mədinə. birimiz deyilik. Məncə də heç birimiz deyilik. Gözünü yum ye. Məncə video qurtardır. Nəysə. İzlədiyiniz üçün təşəkkürlər. Mən həmişə başlığımla sonluğum o qədər qəribə olur ki. Nəysə, sağ olun dostlar, izlədiyiniz üçün təşəkkürlər. Belə videoların davamı gəlmək istəsə like eləməyi unutmayın.